doğramağa. Ne pişiririk? Lobya supu pişiririk, qəşəng, ləzzətli. Burada uşaqlar birinci kubik şəklində kök təmizlənmir. Tərəvəzlə demək ki, burada gördüklərimlə də. Prosta fərqli şəkildə pişiririk. İzləməli. Bizi qovururuq. Mən mal əti ilə də malın bel ətindən seçmişəm ki, yumuşaq olsun, qəşəng. Yəni siz istəsiniz bunu toyuqla da eləyə bilərsiniz. Və gücümüz satanlar, kimin nəyə güc satır onlar. Tərəvəzimizi qatırıq, kartofla kökü, dilim paprika, acı yox. Acı yəni istəsin acı yox. Tuzumuzu vurur, baza qarı istiyor. Tuzu az vurdum ki buna qaynayandan sonra onun bulyonunu da vuracağım. Ona göre. Soğanı sonra edeceğiz. Bir tane arkadan kestik, belə. Bir tane qabaqdan. Yani buradan belə, bir xətti var ha burada, bir xətti. Onu bir tane belə edirik. Gör, o persanlı yemək pişirəndə görsən ki, su qızqırır. Onun nədəni ya biber tam pişməyib, ya kök tam pişməyib, ona görə qızqırmır. Ona görə köklə balqar biber tam pişməli. Soğanı da bir tane belə getdik. Soğanı doğramaq qaydasında deyim. Deməli, bax, arxaya getdik. Buranın üstü ilə dırnaq da arxaya. Bax, görürsünüz belə. Və bunu axıra kimi biz kəsmirik belə. Ki, dağılmasın, görürsünüz. Bir dənə belə ortadan gedirik. Bunu getdik, təzədən yenə dediyim qaydada. Belə çatdı, sonra bunu belə qəttələdim belə. Noxud və yaxud qaragöz lobya, yəni bu cür məhsullar bir gün istaqda qalmalı. Çünki bunun hamısının tam pişməyi üçün, biri pişib, orta pişmiş qalmamaq üçün, çünki bunu istaqda saxlamaq lazım. Çünki bu yuan kimi pişirəndə həm tam pişmir, həm də bunlar şişmir. Amma bir gün istaqda qalanda çox gözəl olur. Bunu da ardımaq lazımdır. Təzə vaxtlarım edeyim mənim. Aşpaz. Səhv deməli fasulye pişirirdik. Personala, quru fasulye. Ağ lobyanı mən təmizləməmişdim. Yumuşdum, ona görə içində belə qəmbə idi. O da şeyin yeğenim birinin plomun sındırmışdı. Ona görə də 50 manat mənim maşını tutmuşdular. Yəni belə bir xatirələrimiz olmuşdu.
Bilirsiniz uşaqlar, bibərin bu yeri çıxardırıq. Çünki həm pişmir, həm də ki həzmə gedir. Bax bu yeri çıxarmaq lazımdır mütləq. Bunu belə axtar kimi soyub bundan o vaxtda biz gül də düzəldirdik belə bu qaydada. Belə. Edirik. Dediyim kimi biberi tam qovururuq ki supda və yaxud başqa biberlə hansı yemək varsa bu biber tam pişməlidir ki, əgər pişirdiyimiz yemək əgər sabaha qalacaqsa, saxlayacaqsa, bunun biberi tam pişməlidir ki, qıcqırma verməsin. Çünki biber çox apaslı bir şey. Pomidor. En birinci iyi qoxusu. Birinci o xoşa gəlməlidir. İkincisi görünüşü. Əgər iyi ilə görünüşü sizə xoş gəlirsə, o yeməkdən heç vaxt problem olan bir şey deyil də. Mən mətbəxdə də uşaqlara deyirəm ki, əgər bir yeməyin ki, görünüşü iyi, sənə xoşdursa, o müştəridən heç vaxt şikayət gələ bilməz. Çünki müştəridən qabaq birinci yemək sənin öz xoşuna gəlməlidir. Sonra müştərinin xoşuna gəlir. Lobyanın üzü necə hamardır. Amma onu istadmaya bişirəndə görürsünüz ki, üzü bunun qırış-qırış olur. Tam bişmir. Bunun üzü görürsünüz necə şimaldır. Çünki bu istaqda qalır. Ona görə. Dediyim kimi mən bunu ahdelin elədim. Amma siz bayaq kimi də eləyə bilərsiniz. Kök, kartof, ət, sonra biber, pomidor hamısını bir yerdə qovurub su əlavə edə bilərsiniz. Elə də olar, belə də olar. Baxın uşaqlar necə qəşəng qaynasın.